Salam, hörmətli izləyicilər, hörmətli Azərbaycan xalqı. Mən şikayətimi video müraciət formasında sosial şəbəkə üzərində Azərbaycan Respublikasının ali dövlət orqanlarının rəhbər şəxslərinə, xüsusilə hüquq mühafizə orqanlarının rəhbər şəxslərinə, Baş prokuror Kamran Əliyevə, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Nazim Rəcəbova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayev cənablarına, Ədliyyə naziri Fərid Əhmədova, Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Cənab Prezident İlham Əliyevə, Nazirlər Kabinetinin rəisi, Nazirlər Kabinetinin Aqroekologiya Məsələlər Şöbəsinin rəisi Lətif Qasımova, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindi Hətəmova, Hacıqabul rayon İcra Prokuroru Lalə xanım Hüseynovaya və Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətun Eynlayev cənablarına və digər şəxslərə buradan şikayətimi video müraciət formasına çatdıraraq bildirmək istəyirəm ki, mən əvvəlki videomda qeyd etmişdim ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov işlədiyi dövr ərzində o kəndin icra nümayəndəsi Cavid Vəliyevin iştirakı ilə, köməkliyi ilə kənd sakinlərinin, xüsusilə 1-ci Meynəmə, 2-ci Meynəmə Axtaçı Şirvan kəndinin sakinlərinin heyvan qaralarının otarması üçün əlverişli perspektiv olan ərazini kənd sakinlərinin razılığı olmadan həmin ərazini saxta sərəncamla dövlətin ehtiyat fond kateqoriyalı torpağı kimi quşçuluğun, narçılığın, balıqçılığın inkişaf etdirilməsi məqsədi ilə həmin ərazini Bakı şəhər sakini Şirinov Rəşad Aydın oğluna 274 sayılı sərəncamla dekabrın 30-u tarixli sərəncamla həmin torpağa sahibkar icarəsinə verilməsinə bağlı qərar qəbul etmiş və həmin qərar əsasında kənd sakinlərinin heyvandarlıq təsərrüfatlarının məhv olmasına gətirib çıxartdı və bu baxımdan həmin ərazi ilə bağlı sahibkara hüquqi sənəd tərtib olundu. Həmin sənəd Əmlak Məsələləri Dövlət Xidmətinin saxta qərar verməsinə, xüsusilə Şirvan Ərazi İdarəsinin əməkdaşlarının, Mirtağı Bağırovun, Raqifin və rəisinin həmin ərazidə milyardlarla yaşıl ağacını, mövcud olan ağac kollarının, yaşıllıqların mövcud olduğunu görə saxta müayinə aktı tərtib edərək, saxta məlumat verərək və bazı məlumatlarını saxtalaşdıraraq, örüş kateqoriyalı torpaq olduğunu gizlədərək, saxta rəy verməsi və həmin qərar əsasında reyestrdə həmin sənəd çıxarış, həmin əraziyə çıxarış tərtib olunması, reyestrdən də həmin məlumat keçməsi və reyestr tərəfindən də həmin ərazidəki örüş torpağın olduğu məlumatı saxtalaşdırılaraq gizlədilməsi ciddi qanun pozuntusudur. Bu baxımdan